Salam, cənab prezident. Bugün sizin ad gününüzdür. Bütün dünyanın doğum günü dediği bu güne biz Azərbaycanlıların məhz ad günü deməsi təsadüfi deyil. Axı biz adımızla tanınır, onu qorumağa çalışır və yaddaşlarda qalırıq. Adını dəmir yumruq qoyduğunuz şanlı zəfərlə bitən haqq mübarizəsində siz bizi öz doğma adlarımıza qovuşdurdunuz. Və Qarabağ Azərbaycandır şuarı bütün dünyada ad qazandı. Bu böyük qələbənin imzasında isə sizin adınız var. Cənab Ali Başkomandan, adı Qalib Azərbaycan adıyla bərabər yadda qalacaq. Hörmətli cənab prezident, əziz İlham Əliyev, ad gününüz mübarək. Sizi bütün həmvətənlər adından yeni yaşınız münasibətilə təbrik edirik. Sizə möhkəm can sağlığı, uzun ömür və xoşbəxt Azərbaycan arzulayırıq. Dərin hörmətlə vətənə qaytardığınız Qarabağ. Himnimizi dinleyek. Vətən yolunda canından keçən şəhidlərimizi bir dəqiqəli yad edək. Allah rəhmət eləsin bütün şəhidlərimizi. Şanlı Azərbaycan televiziyasının təsisçisi, rəhbəri Şərqiyə xanım Seydovanın kitab təqdimatına toplanmışıq. Kitab Ali Başkomandana həsr olunmuş bir kitabdır. Gəlin isə hər birimiz Şərqiyə xanımı yaxından tanıyaq. Şərqiyə Əbülfət qızı Seydova Şəki şəhərində doğulub. Uzun müddətdir ki, yaradıcılıqla məşğuldur. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini və Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Şeir və məqalələri Respublika mətbuatında müntəzəm olaraq dərc olunub. Həqiqət Bürcü qəzetinin təsisçisi və baş redaktorudur. Yeni Azərbaycan Partiyasının üzvüdür. Əvvəllər Xatirə kitabı, Unikal, Haqqın Səsi, Sabah, Sahil qəzeti redaksiyasında işləyib. Sıravi ömürlükdən baş redaktorun müavini vəzifəsinə qədər yüksəlib. Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Ədəbi və jurnalistik yaradıcılığına görə iti qələm, qızıl qələm, xalqın nüfuzlu ziyalısı, Azərbaycan bayrağı, Xan qızı Natəvan, İlhamlı Azərbaycan, Xarı Bülbül medalları ilə tərtib olunmuşdur. 2020-ci ildə və 2024-cü ildə Şəki kənd 1-ci seçki dairəsindən millət vəkilliyinə namizədliyini irəli sürüb. Şanlı Azərbaycan televiziyasının təsisçisi və prezidentidir. Bu vaxtadək mən həyatda olmayanda sən qabiliyyət nəğməsisən. Bu xalqa xilas bəxşi, Türkiyə-Azərbaycan böyük qardaşlıq əlifbası. Türkiyə-Azərbaycan bir ürəkdə iki can. Qoşa gedək bu yolu biz. Közərən ümidlər, tənha canavar, sönməyən məhəbbət, dərya və dünya, böyük Azərbaycanlı, Azərbaycan torpaqlarının təəssüb keşçisi, xalqın ümid işığı, dövlət bahadırı, layiqli davamçısı, böyük qurucu, dönməz silahdaş, vəfa borcu, ömürdən ləçəklər, sevgi çələngi, ömrün zəfər dastanı, məni dərdə salıb getdin, əsrin dahiləri, bir incib, günəşim mənim, Azərbaycanım mənim, sən ant yerim, anam mənim, xalqın mehribanı, birincim, əsrin dahisi, İlhamlı Azərbaycan, zəfər dastanı, tarix yazan prezident, İlhamlı, şanlı Azərbaycan, dünyaya səs salan lider, Azərbaycanın xilaskarı, əsrin dahi lideri, dəmir biləkli qəhrəman və xalqıma zəfərlər yaşadan prezidentim adlı kitabları nəşr olunub. Hər birimiz Şəqiyə xanıma uğurlar arzulayırıq və sözü mən Şəqiyə xanıma vermək istəyərdim. Sizi salamlayıram. Burada olduğunuz gün təşəkkür edirəm. Bugün bilirsiniz, yəni sabah prezidentimizin ad günü biz bugündən qeyd edirik. Çünki qoy hər gün onun ad günü olsun, çünki ona layiqdir. Mən prezidentimizin ad gününə həsr eləmişəm bu kitabı. Mən bugünkü gündə prezidentimə təşəkkür edirəm ki, bugün bu zəfərləri bizə yaşadır. Şəhid anaların qarşısına baş əyirəm. Şəhidlərin ruhu şad olsun. Qazilərimizə Allah can sağlığı versin və qarşıdan gələn bütün bayramlarımız xeyirli, xeyirli gəlsin. Hər birinizi qarşıdan gələn yeni il münasibəti ilə təbrik edirəm. Dünya Azərbaycanlıların Həmrəylik günü münasibəti ilə təbrik edirəm və hər birinizə təşəkkür edirəm gəldiyiniz gün. Çox sağ olun. Və biz də vaxt itirmədən tədbirimizdə çox dəyərli vətən yolunda döyüşən qazilərimiz iştirak edir, hərbiçilərimiz iştirak edir. Biz hər birimiz şəhidlərimizə borçluyuq, şəhid analarımıza borçluyuq və qazilərimizə borçluyuq. Can sağlığı arzulayıram hər birinizə. Təşəkkür edirəm və vaxt itirmədən sözü ehtiyatlı olan polkovnik Firdovsi Xəllova vermək istərdim. Müzəffər, zəfər, yenilməz can Azərbaycanımın dəyərli insanları. Bugün bizim bu Yazıçılar Birliği'nin böyük salonuna yığılmamızın çok böyükten büyük bir sebebi vardır. Bu sebep bütün Turan Türklerinin sevincine, bəxtəfərliyinə və alqışına layıqlı bir tədbirdir. Bugünkü tədbirimiz dahi önderimiz həmişə yaşar Cənab Ali Başkomandanımız Heydər Əliyev cənablarının ləyaqətli, qeyrətli, qüdrətli, durmadan, dönmədən, sevərək ideyalarını həyata keçirən can Azərbaycanımızın rəhbəri, prezidenti, Cənab Ali Başkomandanımızın ad günü münasibətilə və hörmətli Şərqiyə Xanımlar Xanımı yazarımızın kitabının təqdimatına yığılmışıq. Millətimin, dövlətimin, xalqımın dəyərli insanları, mən bir hərbiçi müəllim kimi, yəni can Azərbaycanımızın silahlı qüvvələrinə generallar yetiştirən və böyüdən bir müəllim kimi təhqiqat aparmışam. Axırıncı 1000 ildə heç bir dövlət başçısı itirdiyi torpağı, əsarət altında qalan torpağını azad etməmişdir. İlhamlı İlham Əliyev, Cənab Ali Başkomandanımız, möhtərəm prezidentimiz öz yenilməz ordusuna, düşmənin əks hücumuna
hücumuna, ordusuna komanda verdi. Eks hücuma irəli komandası ilə düşməni darmadağın etdi, torpaqlarımızı azad etdi ve her yerde, həmişə hər bir Turan Türk dövlətimizdə, hər bir Turan Türk'ü, Can Azərbaycanımız bilir ki, Can Azərbaycanımızın bir daha torpağı basılmaz, ezanı sönmez, üç renkli altın bayrak emmez. Niye? Çünkü Can Azərbaycanın İlham Əliyev kimi Cenab-ı Ali Başkomandanı, zəfər silahlı qüvvələri, yenilmez qaziləri, galip şahinşah şəhidləri, mərd, qeyrətli, qüdrətli, vətənsever, xalqı, milləti vardır. Şərəfim, şöhrətim, şanım, qurbandır sizlərə canım, üç renkli altın bayrağım. Başta Cenab-ı Ali Başkomandanım olmakla onun bütün silahlı qüvvətləri, qaziləri, şəhidləri və xalqımız, millətimiz. Şərqiyə xanım, sağ olun. Aferin, aslanın erkeği dişisi olmaz. Aslan həmişə aslandır. Can Azərbaycanımızın, Cenab-ı Ali Başkomandanımız İlham Əliyevin arkasında dayanan oğulları, sizin kimi kurban olmuş şehit anaları, sizin kimi analar dünyaya getirdi. Karşınızda secde edirəm, elinizi öpürəm. Ne mutlu, ben Azerbaycan oğlu, Türk oğlu, Can Azerbaycan Silahlı Qüvvələrinin əskeriyəm. Sağ olun, minnətdarım, öpürəm hər birinizi, hər kəs. Zərbiyə xanım, sizə minnətdaram ki, belə gözəl kitabın təqdimatını bizə qismət edibsən. Sizin əllərinizdə qüvvət olsun. Siz vətənpərvər şairə, hüquqşünas, ziyalı, sizin ədəbi yazılarınız çoxdur. Sizə minnətdaram, davamı gəlsin inşallah. Mən Cənab Ali Başkomandanımızı, müzəffər liderimizi ad günü münasibətilə ürəkdən təbrik edirəm. Ona can sağlığı, uzun ömür arzulayıram. Yeni ilimiz 2026-cı il xalqımıza düşərli olsun. 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü bayramı münasibətilə bütün xalqımızı ürəkdən təbrik edirəm. Xalqımıza sülh, səadət, əmin-amanlıq arzulayıram. Bizə 8 noyabr Zəfər gününü yaşadan, 20 sentyabr suverenimizin bərpası günü yaşadan Cənab Ali Başkomandanımıza minnətdaram. Şəhidlərimizin ruhu qarşısından baş əyirəm. Onlar canından şirin heç nə yoxdur. Canlarını keçdilər ana torpağımız uğrunda, vətənimiz uğrunda, bayrağımız uğrunda, işğalda olan bütün torpaqlarımızı azad elədilər. Qazilərimizin əllərindən öpürəm, veteranlarımızın əllərindən öpürəm, o döyüşən əllərindən, Azərbaycan əskərinin, hərbçilərimizin əllərindən öpürəm ki, onlar bizi bu 44 günün vətən müharibəsində, antiterror əməliyyatlarında ölümlə üz-üzə gəldilər, ana vətən uğrunda, torpaqlarımızın azadlığı uğrunda fədakarlıq göstərdilər. Qurban olum ana vətənimizə. Şərqiyə xanım, sizin bu vətən sevginiz, dövlət başçımızın vətənimizin uğrunda elədiyi fədai zəhməti, öz siyasi dəstəyi, bütün dünyada gücü, qüvvəti hamını heyran edir. Bütün yazıçıları, şairləri salamlayıram ki, onlar əsasən də bu vətən müharibəsindən sonra yazılarımız, vətənpərvər çıxışlarıyla öz tədbirlərində vətənimizi, şəhidlərimizi dəyərləndirirlər. Allah dövlətimizi qorusun, dövlət başçımızı qorusun. Qarabağ, Azərbaycan. Çox təşəkkür edirəm. Bugün Şərqiyə xanımın bu şad günündə iştirak etməyim üçün özümü məmnun hiss edirəm və hər birinizə gözəl günlər arzu edirəm. Bugün bura zəhmət çəkib, hamı dediyi kimi, yəni Şərqiyə xanımın çox güman kürəyindən deyərəm ki, gəldiyiniz üçün təşəkkür edirəm. Mənim də sahib bacının bu məclisində iştirak elədiyiniz üçün onu bir alqışlayaq. Hörmətli qonaqlar, hörmətli təşkilatçıları, sizin hər birinizi ürəkdən salamlayıram. Gözəl yazarımız, həmişə cavan yazarımız Şərqiyə xanım, sizi səmərəli yaradıcı fəaliyyətinizdə sizə uğurlar arzulayıram. Gözəl, nəfis tərtibatla bizim dünyanı heyran qoyan qəhrəman liderimizə kitab həzirləmisiz. Bəli, bildiyimiz kimi sabah bizim qəhrəman prezidentimizin doğum günüdür, 24 dekabr 2025-ci il. Allahdan prezidentimizə can sağlığı, uzun ömür arzulayıram, ailə saadət arzulayıram. Allah ordumuzu qorusun, şanlı ordumuzu qorusun. Allah qazilərimizə can sağlığı versin.
Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Mən burada şəhid anasını görürəm. Sonda istəyərdim Məmməd Arazdan bir bənd. Bugün gərək hər anımız vətən desin. Qılıncımız, qalxanımız vətən desin. Ölənlərin əvəzinə qalanımız vətən desin. Vətən desin qəlbimizin hər duyğusu, hər vurğusu vətən desin. Fərqi yoxdur harda olaq. Zamanımız, məkanımız vətən desin. Vətən desin, vətən desin, vətən desin. Hörmətli tədbir iştirakçıları, hörmətli qonaqlar, mən hər birinizi tədbirimizə gəldiyinizə görə, Şəriyə xanımı bugün təşkil etmədiyinizə görə təşəkkür edirəm. Bugün Cənab Prezident Ali Başkomandan İlham Əliyevin haqqında yazılmış kitabın təqdimatına yapılmışıq, bilirsiniz. Və İlham Əliyev ən böyük missiyası nə idi? Qarabağı xilas eləməkdir. Onu da xilas elədi. Biz buna görə ona çox təşəkkür edirik, minnətdarıq. Həm xarici jurnalistlərlə çox uğurla iş apardı, hamımızın yadımızdadır. Cəmisi 5 il öncə idi. Və əlavə psixoloji müharibənin də çox gözəl, çox ağılla apararaq ermənilərin üzərində həm psixoloji cəhətdən, həm diplomatik cəhətdən, həm də hərbi cəhətdən qələbə qazanmağımızı təmin elədi. Və sonra 23-cü ildə bizim həm ərazi bütövlüyümüz, həm suverenliyimiz bərpa olundu. Və artıq şükür Allahın böyüklüyünə ki, bugün Azərbaycanın hər qarış torpağında bayrağımız dalğalanır və bu zona ləğv olunubdur. Artıq bizim bayrağımız dalğalanmayan heç bir yerimiz yoxdur. İnşallah Səncəzur dəhlizində açılacaq, o günlərdə görəcək. Bütün bunlara görə, mən Prezidentimizə bir daha təşəkkür edirəm, var olsun və Şəriyə xanım kimin onun haqqında kitab yazan, ona kitab eləyən dəyərli yazıçılarımızın da qələmlərinə qüvvət, çox sağ olsunlar, əziyyət çəksinlər. Mən uzun müddət Bakı Birləşmiş Komandirlər Məktəbinin baş müəllimi olmuşam. Heydər Əliyev adına Hərbi Ali Məktəbi müəllimi olmuşam. Daxili İşlər Nazirliyinin Daxili Qoşullarının Hərbi İnstitutu müəllimi olmuşam. Fövqəladə Hallar Akademiyasının müəllimi olmuşam. Saysız hesabsız Can Azərbaycanım üçün müzəffər, zəfər, yenilməz generallar, polkovniklər, ümumiyyətlə komanda heyəti böyütmüşəm. Bu qələm sizin həyatınızda ən qiymətdən qiymətli bir hədiyyə sayın və qəbul edin. Çünki bunu sizə müzəffər, zəfər, yenilməz Cənab Ali Baş Komandanımız İlham Əliyevin zəfər əskəri təqdim edir və bizi buyurun, təbrik edin və sizin ağınızdan ötərək Azərbaycan əskərinin anası kimi. Teşekkür ederim. Allah Can Azərbaycanımızı qorusun, bütün Turan Türklərimizi qorusun, Cənab Ali Baş Komandanımızı və onun millətimizi, dövlətimizi, xalqımızı, ordusunu qorusun. Qarabağ Azərbaycandır. Sağ olun, üzürlü sayın. Bəli, hər birimiz şəhidlərimizə borcluyuq. Şəhidlərimizin qarşısında baş əyirik. Və bugünkü tədbirimizdə çox dəyərli şəhid anamız iştirak edir. Qarşınızda baş əyirik ana. Allah sizi var eləsin. Şəhidimiz Mövsüm Əliyevin anası Xatirə Əliyevaya söz vermək istərdim. Buyurun. Bütün iştirakçılara salamlayıram. Allah can sağlığı versin. Şəriyə xanım, sizi təbrik edirəm. Təqdimata görə, kitabıza görə. Bütün şəhidlərə Allah rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Can sağlığı hamıya. Allah can sağlığı. Hər birimiz sizlərə borcluyuq. Qarşınızda bir daha baş əyirik. Can sağlığı arzulayıram sizə ana. Mən də çox şadam burada iştirak edirəm. Şəriyə xanıma həmişə xoş, gözəl, uzun ömür, xoş günlər arzulamışam. İşlərində müvəqqəətlər arzulamışam. Eləcə də yenə də işlərində müvəqqəətlər arzulayıram. Arzu edirəm ki, necə əvvəllər arzu etdiyimiz kimi ki, Qarabağımızda, bütöv Qarabağımızda, Azərbaycanımızın bütöv olmasından yazaq. Eləcə də indi də Qarabağda, Kəlbəcərdə, Şuşamızda, Laçınımızda bu tədbirlərimizi keçirək. Bu günlərimizə min şükürlər olsun. Bu günlər üçün, bu azad ölkə üçün
bu Zəfər bayramını gördüyümüz, qələbəni gördüyümüz günlər üçün canlarını fəda vermiş şəhidlərimizə borcluyuq. Canlarını yarıcan eləmiş qazilərimizə borcluyuq. Allah onlara şəfa versin. Biz yaşamalıyıq. Tariximizi yaşatmalıyıq. Biz şəhidləri yaşatmalıyıq. Tarixən qəhrəmanlarımızı daima hər zaman deməliyik, söyləməliyik. Biz nə üçün yaşayırıq? Biz tariximiz üçün, biz onlar üçün yaşayırıq. Eləcə də çox sağ olsun. Belə xanımlar, Şərqiyyə xanım kimi Azərbaycanda çox xanımlar arzulayıram. Bütün yaxşı həmişə xanımlarımız, bəylərimiz həmişə yaradıcılıqla, gözəl işlərlə məşğul olsunlar. Xoş günlərdə belə keçsin. Eləcə də mən Şərqiyyə xanım bir şeyini deyəcəm. Təbii ki, bilirsiniz, mən də yazıçılar birliyi üzvüyəm, mən də kitabım oldu. Təqdimatında da bir çox dostlar gəldi, sağ olsunlar. Yəni, bu kitabda qəhrəmanlar yazan tarix adlı, burada çox şəhidlərimizdən həyatından və onlara bəhs olunmuş şeirlərdən ibarətdir. Eləcə də bu kitab eynidir, amma biraz üzünə şəhid şəkil qoydum. Yəni 2019-da da hamı bilir ki, Can Qarabağım adlı kitabı yazdım, şeiri də var, orada 10 dildən. Çünki televiziyalarda eşidirdik ki, Qarabağın adını dəyişib Arsaq qoyacağıq. O Arsaq sözünə eşidən zaman təbii ki, hər bir kəsin, qələm əhlinin, jurnalistlərin, yəni hər peşə sahibləri etirazlarını bildirdilər, sözünü dedilər. Eləcə də mən dedim ki, yazdım. Haqqında nahaqdan döyüşsələr də, başında 100 kələh nə etsələr də, adını 100 dəfə dəyişsələr də, dəyişməz ünvanım, dəyişməz adım, doğma ana yurdum, Can Qarabağım, qısa deyəcəm, 11 bəndli belə bir şeir həsr elədim. Bu tarix yaşayırıq, biz tarixləri oxuyuruq, oxuduruq, təbliğ edirik, yaşadırıq və yaşatmağa da borcluyuq. İndi də Şərqiyyə xanımın bu İlham Əliyevə, keçən ölkəmizin başçısına, prezidentinə çox kitablar yazır. Həqiqətən çox yaxşı mənada deyim, həsrət aparıram ki, mən niyə az yazıram? Bütün hamıya da bunu arzulayardım ki, hamı yazsın, yaratsın bu vətəndən, qəhrəmanlıqdan, tarixdən. Eləcə də çox sevinirəm ki, Şərqiyyə xanım bu cür yazır. Mənim də kitabımda önündə də qeyd eləmişəm. Hər bir qələm əhli əlbəttə borcludur ki, dövlətinin xidmətindən, şərəfindən, şöhrətindən, tarixindən yazsın. Eləcə də mən də qeyd etdim. Yəni bir dənə bir şey yazmışam. Biri Ulu Öndərimiz Heydər Əliyevə, biri də İlham Əliyev cənablarına. Hərəsinə bir dənə şeir həsr etdim, yazdım. Bir dənə də şeir deyəcəm. Çox danışmağa çox sözüm var, amma iştirakçılara görə mən də qısa demək istəyərdim. Dünyada şanlı sərvət, möhtəşəm böyük hörmət, bir millət, iki dövlət, Azərbaycan, Türkiyə. Bir yerdədir odunuz, dondura bilmir ki buz, bir çəkilir adınız, Azərbaycan, Türkiyə. Dostdur özgəyə yadar, əməli sözü aydın, buluda taxıb adın, Azərbaycan, Türkiyə. Gülüstandır çağınız, vüqarlıdır dağınız, qırılmasın bağınız, Azərbaycan, Türkiyə. Qırılmasın bağınız, Azərbaycan, Türkiyə. Çox gözəl. Kəlbəcər rayonunun Uşaq Sənət Məktəbinin şagirdidir. Rəsul Şərimov sazında gətirib. Şərqiyyə xanımın bir şeirini söyləyəcək, sazda bir balaca müşahidə edəcək. İcazənizlə. Azad olduq əsarətindən, baş
başımızın üstə durdun. Bəxtəvərdir sənin xalqın, bəxtəvərdir. Ana yurdun bəxtəvərdir, ana yurdun. Biz də Can Azərbaycan televiziyasının təsisçisi, rəhbəri Şəqiyə xanım Seydovanın sizə fərqli təqdimləri var. Buyurun zəhmət olmasa, İsrail xanıma təbrik edirəm. Uğurlarınız bol olsun. Bu tədbirə görə yenə də minnətdaram. Hamı yekunlaşmaq üzrə Şərqiyə xanımın ad gününüz münasibətilə ürəkdən təbrik edirəm. O yaddan çıxmışdı. Can sağlar sonra. Nəvənizin də Allah canı sağ eləsin. Və xalqımıza 2026-cı il şəhər salma və memarlıq ilində uğurlar arzulayıram. Allah Cənab Ali Baş Komandanımıza can sağlığı versin və Cənab Ali Baş Komandanımıza xahiş edirəm, ayaq üstə bir alqışlayın. Can Azərbaycan təsisçisi, rəhbəri Şəqiyə xanım Seydovanın təbrik edirəm. Uğurları, Teşekkür ederim.